Elhamdülillah və salatu və selamu ala Rasulillahi və ala alihi və sahbihi əcma'in əmmə ba'd. Əziz və dəyərli qardaşlarım, hörmətli izləyicilər, artıq Ramazan ayındayıq, Allah həmd olsun. Allah Teala bizlərə bu ayda çoxlu xeyirlər, bərəkətlər vəd edib. Kimlər üçün? Bu aydan gözəl şəkildə faydalanan qullar üçün, insanlar üçün. Ramazanda oruç tutanlar çoxdur, lakin həqiqi şəkildə oruç tutanlar azdır. Çox heyflər olsun. Və bu aydan da gözəl şəkildə faydalanmaq üçün burada qısa bir məqalə var, onu oxuyacaq ki, bizim üçün faydalı olsun ki, bu xeyirlə, bərəkətlə, rəhmətlə dolu olan bir ayda hər birimiz qazanclı bir şəkildə çıxa bilək. Bu çox mühümdür. Və burada elə bir 20-dən çox faydalar gətirir Ramazanla bağlı. Bunlardan istifadə eləsə inşallah ki, qənimət əldə edənlərdən, zəfərə çatanlardan olarıq. Allah bizi onlardan eləsin. Deməli, müəllif burada buyurur ki, artıq deyir, xeyirlə dolu bir mövsümə qədəm qoymuşuq. Və bu mövsüm elə bir mövsümdür ki, rəhmətlə, bərəkətlə dolu olan bir mövsümdür Ramazan ayı. Və həmçinin duaların icabət olunması üçün ən böyük fürsətlərdən biridir dua edənlər üçün. Və eləcə də buradakı əcrlər, savablar artıqlaması ilə verilir. Və Ramazan ayı günahların bağışlanması üçün və cəhənnəm odundan qurtulması üçün bir insanın ən çox istifadə etdiyi mövsümlərdən biridir. Görürsən, nə qədər xeyli bərəkət var, günahlar bağışlanır. İnsan cəhənnəm odundan xilas olur. Rəhmət, bərəkət nazil olur. Nə qədər xeyirlər var, nə xoş insanın halına ki, bax, bu aydan belə gözəl şəkildə faydalana bilir. Allah-u Teala kitabında buyurur ki, Şəhr-ü Ramadanəl-ləzi unzilə fihil Qur'anu hudəl-linnəs. İnsanlar üçün hidayət yolu olan, bax, Qur'an-ı Kərim Ramazan ayında nazil olmuşdur. Və bu kitabda da çoxlu xeyirlər, bərəkətlər vardır. Haqq batildən ayırt edilir. Kim bu kitabdan faydalanarsa, uğur qazanır və bu kitab da elə Ramazan ayında nazil olmuşdur. Həmçinin digər ayda Allah Teala buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc fərz edildiyi kimi sizlərə də fərz edildi ki, Allahdan qorxasınız. Deməli, təqvanı əldə etmək üçün ən gözəl fürsət nədir, qardaşım? Ramazanda gözəl şəkildə oruc tutmaq. Həmçinin Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayı gəldiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirlənər. Artıq fürsətdir faydalanmaq. Həmçinin digər hədisdə Allah Rəsulü buyurur sallallahu aleyhi və səlləm. 5 vaxt namaz, cümədən cüməyə, Ramazandan Ramazana günahlara kəffarədir, böyük günahlar istisna olmaq şərtidir. Demək, böyük günahlara nə lazımdır, qardaşım? Tövbə lazımdır. Həmçinin digər hədisdə də Allah Rəsulü yenə buyurur sallallahu aleyhi və səlləm. Kim Ramazan orucunu imanla və savabını Allahdan umaraq, yəni ixlaslı bir şəkildə tutarsa, onun keçmiş günahları bağışlanar və kim də gecəsini qiyamda keçirərsə, savabını Allahdan umaraq, imanlı bir şəkildə, onun da keçmiş günahları bağışlanar. Digər hədisdə Allah Rəsulü buyurur sallallahu aleyhi və səlləm, yenə, mən qama Ramazan imanən və ihtisab. Kim Ramazan ayını qiyamda keçirərsə, yəni namazlarda keçirərsə, onun keçmiş günahları bağışlanar. Təbii ki, imanla və savabını Allahdan umaraq. Allah Rəsulü sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur ki, Ramazan ayının ilk gecəsində şeytanlar zəncirlənər, azğın cinlər zəncirlənər və cəhənnəm qapıları bağlanar, Ramazan ayı boyunca açılmaz. Və həmçinin cənnətin qapıları açılar, Ramazan boyunca o qapılarda heç biri bağlanmaz və səmadan bir carçı nida edər. Deyər ki, ey xeyir istəyən, xeyrə yönəl, ey şər istəyən, şərdən uzaq ol. Elə bəndələri vardır ki, Allah Teala onları ateşdən qoruyar və bu da hər gecə baş verir. Subhanallah. Deməli, bu ayda hər gecə cəhənnəm odundan xilas olan bəndələr var. Lakin bu hamıya şamil olunmur. Kim Ramazanı imanla, savabını Allahdan umaraq keçirərsə, gözəl şəkildə keçirərsə, bax, o kəs Ramazanın hər gecəsində Allahın cəhənnəm odundan azad etdiyi qoruğu kəslərdən, bəndələrdən ola bilər. Görürsən, yəni hamı buna nail ola bilmir. Allah bizi onlardan eləsin. Digər hədisdə Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, Ramazana daxil olub, Ramazan çıxandan sonra bağışlanmayan qulun burnu yerlə sürünsün. Yəni, ziyana uğrasın, yəni bədbəxt olsun. Görürsən, nə qədər insanlar var, Ramazana girir. Ramazan necə giribsə, deyək ki, günahlarla, asikdən elə də çıxır, Allah qorusun. Yəni, faydalanmır da. Ramazan ayında oruç tutanlar çox dediyim kimi, lakin bu oruç tutanların hamısı xeyir qazanırmı, qardaş? Uğur əldə edirmi? Deməli, hamıya şamil olunmur. Kim Ramazanı gözəl şəkildə keçirərsə, bax, onlar nicat tapanlardır. Allah bizi onlardan eləsin.